Okey. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe Asli Eski Kitaplar programının 442. bölümün Allah'ın adıyla başlayıram. İnşallah xeyirli olsun bizə və millətimizə. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, onunla tanış olaq. Geçenki günlərdə əgər yadınızda olsa, biz çalışdıq bu yəni bəzi kitabları indirmişik, onlar açılmır, təzədən onları indirməyə çalışırıq. Burada Miftah-ı Səadət Türkçə Əxlaqiyyat, Miftah-ı Fütuhat Xaqani və Miftah-ı Xaqani 2. Görək ki, bunların nə fərqləri var bir-birləri ilə, bunları açaq. Bunu açanda zahirən Instagram gəlir, əvəzin şey olsun. Və üçün fikir bu xaqaniləri əvvəl baxaq, sonra görək əgər olmasa bunu da açaq elə, tamam. Bu kitab ki, Miftah-ı Fütuhat Xaqani Mənzum 1012-ci ildə Qəməri ilində 188 səhifədə deyir ki, bu açılıbdır. Bunun ikinci cildində biz açdıq. Bu da burada səhifələri bir müqayisə eləyək, görək ki, əcəba bunlar aynı kitabdır, yoxsa fərqli kitablardır. Bu bundan izafi kiçilmir, bunun bəllidir, bunun şeyi fərqlidir. Bu birisi ki, aynı kitabdır, üstləri biraz fərqlidir, amma aynı gəlir nəzərə. Mənzum, Ərbəin Cami deyə belə bir şeydir. Amma bu iki dananı biz nə cür bunları ayıraq, beləsə ayıraq. Bunları bir-birinin qarşısına qoyaq və bu cürsü müqayisə eləyək. O 100 burada da görsənir, aşağıda xətkeş burada görsənir, burada da o xətkeş görsənir. Bunu da gətirək ortasına qoyaq. Bu nədir burada? Bunu da gətirək ortasında qoyaq, bu da görsənsin. Təəssüflə dediyim kimi bundan izafi kiçik olmur, bunu elə beləsi görməyə. Amma kitab həməndir, çünki buralarından fəqət görürük. Santimetrini də burada görürük, bu 31 santimetrdir eni. Burada onu görürük, yəni burada 1 santimetr, buradan gəl, əlbəttə niyə beləsidir? 16-dan qoyublar 31-ə. Yəni deyək ki, 16 yarımdır 31. Niyə belə? Hududən 14 santimetr yarım belə nəzərə gəlir, kitabın eynidir. İkinci səfəni aynıdır, görürük ki, davam edir, biz bu da buradadır və burada kitabı yenə də görürük ki, iki tərəfli səfəni açıblar, aynı burada da görürük. Baxın, burada da buradan başlayıb 16 yarımdan, hətta deyək 16-dan qoyublar. 16-dan qoyublar, burada da 43-ə qədər gedibdir. Burada da elə həmandır. Yəni, buradan bunu görürük. Kitabın adı burada görürsünüz, yazılıb kitabın özünün başına. Burada üstdə bir şeylər yazılıb, silinibdir. Burada da yox, burada o yoxdur. Bu yazı, aha, bu tərəfdir. Bu kitab zahirən, ikisi də 94 səhifədir zahirən, amma nə cür olubdur? Aha, aynıdır, bəli, aynıdır. Yenə, fəqət bunun əksi yekədir, bunun əksləri kiçikdir. Ehtimalən bir dana kitabdan 2 dana adam fotokopi eləyibdir, yəni ona görə fərqli olubdur. Yoxsa burada Lətayif-i Əl-Həyal ya Xiyal, Lətayif-ül Xiyaldır, ehtimalən Həyal yazılıbdır. 184, onda görürük, yəni bu zərb olubdur, 720-yə gəlibdir. Burada altda bir dana latin hərf vay ehtimalən və biri 35, bəli, aynıdır. Burada gördüyümüz kimi təqribən hər şey aynıdır və burada hətta gedək burada bu ingiliscə, burada bu birisi səhifədə baxsaq, bundan müqayisə eləsək, Fütuhat, Miftah-ı Fütuhat, buradadır, üstündə də Əl-Lətfi Əl-Variyat, belə bir şeydir. Oxunmur, çünki siliblər bunu. Xaqani, tarixi təlif 1012. Burada da bir səhifə 250 görsənir, bir da altında 1 görsənir. Nömrə 10, 40, 90. Bunu da orada görürük.
altında bir ingiliscə ya latincə bir yazı görürük. Əgər diqqət buyursa, əsər türkcədir. Əsər yazılmayıbdır. Miftahi Futuhat Müəllif Hakani. Burada da tarix 11-111-1947 ki, aynı tarix burada da görsənir. Yenə bu indi baxın, diqqət buyurun, burada səfədən sonra birinci səfədir və yenə onun tazaşdan həman səfəni birə salıbdır. Görək burada da oturdu bu 1. Yenə də həman səfəni bir dəfə də salıb. Diqqət buyursanız bu 1, bu da 2. Bir səfəni burada 2 dəfə salıb. Ondan sonra getib kitabın içinə. Burada da görürük kitabın içinə getibdir. Bu ikinci səfhə yarıdan görsəz, diqqət eləsəz yarıdan başlayıbdır. Bismillahirrahmanirrahim. Ondan devam eləyibdir. Və bu birisi səhifədə də aşağıda da hasili kəlməsinə baxın. Bu hasili ehtimalən, bəli, burada da hasili var. Eyni hamandır və bu kəlmə hasili ilə başlanır. Burada da elə bu səhifə ikinci vərəq, yəni hasili ilə başlanır. Bu kitab aynıdır. Onun üçün mənə cəlib gəlir ki, bunu bağlayayım. Bu 2 idi. Əlbəttə ikisi də 2-dir. Amma bu hangisidir? Bunu bağlasam, bura bağlanacaqdır. Bunu bağlayayım mən. Bu qalsın. Bunu da eləyə bilsəm, gətirsəm əgər. Tamam, bu fikirəm ki, oldu 2 dənə. Yox, olmadı. Tamam, oldu, ikisi bir dənə oldu. Bu 1, bu 2. İndi Xaqanını aparaq üstə. Bu PDF hər nədir? Bu ne? Tamam, bu qalsın. Kitabdan da bunların ikisi də 1 olduğu üçün bunun birini delete eləyək keçsin. Burada delete elədik getdi. Biri qaldı. Və bunu da istəyib başlayaq bu kitabı oxumağa, görək ki, bu kitab bizə nələr verir. Əvvəldə dediyim kimi bu kitabın baxdıq, cildi göndür, işlənibdir, qıraqlarına diqqət eləsəz xərab olub, çürüyübdür, su geçibdir, bəllidir, xəttkeşlə ölçüblər, şumarə 100 qoyublar üstünə. Kitabın indi içinə baxanda birinci səfədə Osmanlı dövründə nəqqaşını görürük ki, abi və qərə bir dəniz rəngi verən bir hal nəqqaşi ilə qarşılaşırıq. Kitabın yenə də diqqət eləsəz buraları özəlliklə Şirazə cırılıbdır, aşağıda xəttkeş qoyublar və ikinci vərəqi açanda görürük ki, ağ vərəq və burada Türkiyədə ehtimalən bu kitab saxlanır. Türkcə yazı yazılıbdır, kitabın üstünə qoyulubdur, yapışmayıb ehtimalən qoyulubdur, çünki arxasında bir möhür var. Sonra o kitabı, bu kağazı götürüblər, ona görə bundan 2 dənə əks salıblar. Bu kağazı götürüblər, o möhrü görürük arxasında ki, burada 1923-də bu kitabxanaya gəlibdir ehtimalən. Onu da kağazda gətiriblər, bu ələ qoyublar. Diqqət buyursanız, indi tərsə çeviriblər, bu əldə olubdur. Burada MİGB Ankara ehtimalən genel kitablıq deyə yazılıbdır. Kayıt nömrəsi 100, təsnif nömrəsi 89 435 xətt-1. Kitabın gəlirik, içinə yetişirik. Mən çalışıram ki, bu kitabı biraz çox yekəlir. Yox, onda biz istədiyimiz olmur. Nə oldu bu? Niyə belə yekəldi, kiçilmir? Bundan izafi nədir oldu ki, bu qalxdı da bundan izafi də kiçilmədi. Cəlibdir. Hər halda kitabın eləyə bilsək, baxsaq, çox yaxşı. Bu kiçikdir. Bunun kiçiklə amma kiçik olmağından xatir saxladıq. Amma bu da bundan izafi kiçilmədi. Tamam, kitabı beləsi elədik, görək görsədir ya yox. İndi burada kitabın məncə də cəlib oldu. Baxırıq, zahirən kitabın səfələrinin başı cırılıbdır. Bu birisi səfədir. Yəni birinci səfədə görürük ki, bu qatlanmışmış ya da cırılmışmış. Elə onu o cür qalıbdır.
bir xətt düşüb orada, hətta qırağında bir ayrı yazı varmış, onu görürük. Yəni bu bir ayrı səhifədəndir. Amma bu birisi tərəf cırılıbdır rəsmən. Kitabın iki tərəfinin cırığını götürüblər və yapışdırıblar. Ayrı kağızdan, sarı kağızdan yapışdırıblar, kitabı saxlayarlar. O birisi səhifədə bunun dalısını görürük. Bəs bu da elə olursa cırılmışmış, çünki arxası belə görsənirdi, onun burada da görsənir. Kitab şeir şəklindədir. Əlbəttə burada bəzi kəlmələrin də üstünə keçibdir. Heç bir nəqqaşisi, çərçivəsi, təzhibi zadı yoxdur. Şeirin, misrələrin arası boş, biraz azca 1 santimetrdən biraz az arası var. Kitabın dövrəsində də xarab olmayan yerlər də qalır. Başlıqları qırmızıca yazıblar. Kitab türkcədir. Bu gördüyümüz. İndi bu Xaqani hangi Xaqanidir? Onu Vəsf-i Şəhənşah-ı Xilafət Pənah, bu bizə mühüm yer olacaqdır. Mədhəl Dəstur Firidun Viqar və beləsi görürük. Qıraq yazı burada görürük. Baş yazılar dedik qırmızıdır, amma burada bir qıraq yazı var. Kitaba su gəlibdir. Həm ortası çox çürüyübdür. Qıraqlarında da su və çürüklüyü aşağıda üzəlliklə görürük. Ortada da azdan çoxdan çürüklük görsənir. Hekayət vardı və qırmızı xətti ilə yazılan, eyni təqribən o qara xətti ilə yazılan kimidir, amma demək olar ki, bu ehtimalən bir evə yazılıbdır. Bir adama, məsələn, mən götürmüşəm özümə üzün kitabını yazmışam, belə görsənir. Burada biraz cöhər dağılıbdır. Bu kitab bildiyimiz kimi 188 səhifədir ehtimalən. Burada görürük ki, səhifə ortadan cırılıbdır. Bir ayrı yapışqandan bunu yapışdırıblar ki, kamil cırılmasınlar, aradan getməsinlər. Bəzi başlıqlar ərəbcədir. Demirəm, səhifələr gördükcə görürük də ortası cırılıbdır. Əcəba səhifələrin məncə, yəni sətirlər ki, ya beytlər ki, hər səhifədə yazılıb, o birisi səhifə ilə fərqli görünə bilir. Biraz aşağı üstü görünür hərdən. Bunu görürük və məncə də bu səhifələrə nömrəni ki 51 qoyublar burada latincə, bunu sonralar qoyublar, çünki öncədən bunun aşağıda yazırdı ki, sonki vərəqdə nə ilə başlanır. Qırmızının yazısı biraz məncə nə cürdür ki, elə bir ki, məsələn, bu yazını yazan çox da yazı yazmamışmış ömründə. Əlbəttə, məndən yaxçı yazıbdır. Yəni, buna deyək ki, Allah rəhmət eləsin. Məndən yaxçı yazıbdır bu. Burada da bir qırmızı ilə bir yazı yazmışmış. Əvvəlin siliblər, gedibdir. Görürük bunu. Burada bir kağız düşüb ortaya. Diqqət buyurun, bu hekayət olan səhifə bu səhifə və bu səhifə ki 72-dir. Tazaşdan bunu gələ əksin qoysun. 72, yəni ki qutbi fələk. Yox, qoymayıbdır tazaşdan. O kağız elə burada yapışdırıblar. Nədən isə yadlarından çıxıb ki, bunu qeytirəcəklər. Burada şeir görsənsin. İndi o şeir orada görsənmir. Burada bir yazı yazmışmışlar. Onu da salıblar, silmağa çalışıblar. Ağız suyu ilə. Burada bir qıraq yazı görürük. Bu kitab oxunubdur. Bəllidir. Bu kitab çox oxunubdur. Əldən elə getibdir. Burada da kitabın sonuna gəldik, yetişdik dostlar. Və cildin görürük, qırmızı cild yenə də bu tərəfdən də bunun çürümağını görürük. Nəqqaşisi də aynı Osmanlı dövrü nəqqaşisi. Bunda kitabın bununla belə ki, sadə yazılıbdır. Qapağı varmış, yəni 3 tərəfliymiş. Çanta kimi gəlirmiş, üstünü örtülmüş. Bunu orada görürük və qeydirik. Burada bir-iki səhifə ağdır və son səhifədə tarixini də görürük. Bunun tarixini yazaq. Bunu tarixinə gəl istəyək qeydək. Biraz mən qeydirəm daldan. Bunu oxumağa başlayayım. Bismillahirrahmanirrahim deyibdir burada. Deyir ki, leyk bizim əksər oqatıda, nəzmi təxəyyüldə məqalatida. Elə bir biraz da gedəcək də arxadan dalılıqdan oxuyaq. Qafiləyi ömr güzar etmədə. Ləşkəri qüvvət çəkilib getmədə. Ləşkəri qüvvət çəkilib canımızın gücü. Qocaldıqca insanlar biraz çətin hərəkət edirlər. Cavanlıqda adam qaçır, hoppulur, düşür. Qocalandan sonra bunlar yavaş-yavaş gedir. Üzdən zəiflir, çox da hərəkət eləyə bilmir. Qafiləyi ömr güzar etmədə. Ləşkəri qüvvət çəkilib
getmədə. Əldə əməl yox ayağım aldı maut. Əldə əməl yox ayağım aldı maut. Eylədi muqati havayı ilə fot. Bu boynuma giysuy həvəs dəqdi qul. Mən dəqdi oxuram, ola bilər fərqli oxunsun. Bir zərrə cürək buna icazə versə yekəssaq. O 200'ə gedir, bunu getirək dalıya. Yüzdə arası yoxdur, bu nələr deyir ki, ya 100 ya 200. Boynuma giysuy həvəs dəqdi qol olacaqdır. Qaldı zəlalətdə müşəvvəş gönül. Qursa suluk əhlinə baş əkmədi. Qursa suluk əhlinə baş əkmədi. Bildücü ya gəldücünə dəgmədi. Qəflət ilə vəsvəsə nəfs-i zal. Verdi bədən mülkətinə ixtilal. Çöktü zəif oldu vücudi. Bir dənə əlif var burada. Vücuday, ey dəriq. Vücud, ey dəriq. Çöktü zəif oldu vücud, ey dəriq. Üstümə səyyad əcəl çəkdür tiğ. Üstümə səyyad əcəl çəkdür tiğ. Salik olanlar çıqadırlar yəqin. Salik olanlar çıqarırlar yəqin. İncə yüz çillə neçə ərbəin. İn neçə yüz çillə neçə ərbəin. Bunu burada in oxunur. İr neçə yüz çillə neçə ərbəin. Bəndə ümid eylərin in zülmənən. O in kəlməsi ki üstə var idi, elə o da burada təzəşdən gəlir, amma in deyir, ir olur. İr kimi yazılacaqdır ehtimalən. Mən üstə də ir neçə yüz çillə neçə ərbəin. Bəndə ümid eylərin ir zülmünən. Vasılı olam hasılı bu çillədən. Eyliyələr anı xuda və rəsul. Al Əli yüzü suyunə qəbul. Al Əli yüzünə Həzrəti Əlinin ovladları hörmətinə deməkdir. Al Əli yüzü suyunə. Ola bu məhbub məlaik şüar. Xas səra pərdə pərverdigar. Kitabın adını dedi ehtimalən. Ola bu məhbub məlaik şüar. Xas səra pərdə pərverdigar. Kimsənə daxil etməyə simasına. Kimsənə daxil etməyə simasına. Səncə husud ərmiyə balasına. Məhləkədən hafizi münfək yola. Tadəki dövlət, tariki dövlətdə mübarək ola. Heyçi satanlar fələk fani. Heçə ehtimalən, heçə satanlardır, amma mən bunu heçə satanlar fələk fani yad edələr xeyr ilə xaqani. Adı pəs xaqanidir, amma bu hangi xaqanidir? Yazaq burada yazar. Xaqani. Hangi xaqanidir? Bu mühümdür. Heçə satanlar fələk fani yad edələr xeyr ilə xaqani. Allah Teala rəhmət eləsin, ruhunu şad eləsin ki bu kitabı qoyub qalıbdır. Küçə bu bir qaidədir ir gögül. Küçə bu ya da bir oxuna bilər. Bu bir qaidədir ir gögül. Yəni olub hər sözü məqbul kül. Sürsə müsənnif qələmin müsəfə. Məzhər olur yenə qəd istəhdəfə. Leyk bizim əksər ovqatıda nəzm-i təxəyyüldə məqalatıda mültəmis ol kim edib inam an.
mültəmis ol kim edib inam am, bəzi adamız görəcək natamam. Bəzi adamız görəcək natamam. Əcz ilə nöqsanımız ərbab dil, əff ilə təsrih edələr müttəsil. Fət olacaq səfhi şeir-i süxən, anda bəd inşa yazıb nəzm edən. Fət olacaq səfhi şeir-i süxən. Mən bunu biraz da buradan əgər çıxada bilsəm, bəlkə biraz yekəldərik, bunların bəzi yerlərini rahat oxuyarıq. Əcz mültəmis ol kim edib inam am. Bəzi adamız kimi yazılıbdır, adam yazılıbdır, amma bilmirəm. Bəzi adamız görəcək natamam. Əcz ilə nöqsanımız ərbab dil, əff ilə təsrih edələr müttəsil. Fət olacaq səfhi şeir-i süxən, anda bu inşa yazıb nəzmədən. Qərre-i Şəban, diqqət buyurun, indi burada üstdə deyir, fət olacaq, havaq başlayıbdır. Fət olacaq səfhi şeir-i süxən, şeir-i süxənin səfəsi başlanacaq harda? Anda bu inşa yazıb nəzm edən, yəni bu yazını, bu inşa yəni vücuda gətirməkdir, hazır düzəltmək, daha beləsi desəm, düzəltmək inşa yəni. Yazıb nəzm edən hangi tarixdə? O kitab başlayanda. Qərre-i Şəban, yazıya başlamaq zamanı. Hangi zamandır? Qərre-i Şəban olacaq xoşnəma. Şəban ayı. Şəban etdi 1010 bir də ana ibtida. Pəs nə mənə etdi? 1010 bir də ana ibtida. Etdi 1010 bir də ana ibtida. Yəni ona başladı. Şəban ayının 10'da, əlbəttə niyə buna 12 yazıblar qabağında, o mənə məsələdir. Əlbəttə burada bir də ana var da, ana nə demək olar? Məncə elə bu mənası budur. Yəni etdi 1010 bir də ana ibtida. Çün sənə hicrət xeyrül bəşər oldu 1011 ikən isna əşər. Tamam. Pəs 1011'də tamam. Beləsi deyək. Etdi ibtida 1011'də ana ibtida. O kitabı 1011'də yazmağa ibtida elədi. Tamam. Ben bunu biraz değiştireyim. Tamam. 1011'də yazmağa başladı. Çün səneyi hicrət-i xeylül bəşər, Həzrəti Məhəmmədin hicrətindən sonra oldu 1011 ikin isna əşər. 11 ikən isna əşər. 11-ci ildə başladığı zamanda 12-ci ildə qutarıbdı. Yəni kitab 1012'də tamam qutarıbdı. Bu burada tarixi tapdıq, Xaqani'nin adını tapdıq. Sal hesabini 6 yenə. Mah-i Rəbi'in 12-ci sənə. Sal hesabini 6 yenə. Ehtimalən bu bilmirəm nə deməkdir. 6 yenə. Mah-i Rəbi'in 12-ci sənə. 12-sinə. Mah-i Rəbi'in 12-ci gecəsində. Şəbanda başlamışdı. Ehtimalən Rəbi ayında Rəbi'in 12'si. Rəbi ayının Rəbiül əvvəl olacaq ehtimalən.
12-sində, Rəbiün 12-sində qutardı. Çün şəbi mevlud Cənab Həbib, Həzrət Peyğəmbərin mevlud gecəsiymiş. İrdi əleyhissələvatul mücib. Xiclət ilə qəddimi lam eylədim. Qəddimi lam eylədim. Lam bilirsiniz, lam beləsi gəlir, əyilir. Buradan gəlir aşağıya, buradan əyilir. Yəni ki, belin belə büküldü, bədənin belə büküldü. Xiclət ilə qəddimi lam eylədim. Tərcümədə xətmi kəlam eylədim. Bu tərcümə imiş. Bu adam kimdir tərcümə eləyən? Tərcümədir bu. Tərcümədə xətmi kəlam eylədim. Toğduğu günlərdə edirdi tamam. Edibdir tamam. Peyğəmbərin doğduğu günlərdə tamam olubdur. Burada risaləm şərəfi ixtitam. Burada qutarıb təmməl kitab bi ownillahil məlikil vəhhab fi əvaxiri mühərrəmi el-haram səneyi səlasətə və ərbəinə və əlif. Hərrərəhu el-fəqir Əli əs-Seyvasi. Pəs tərcümə kimdir? Tərcümə Əli Sivasi. Əli Əl-Sivasi. Sivaslı. Ki indi də şəhər elə o addadır. Hangi zamanda tarixi tərcümə əvaxiri mühərrəmi səneyi səlasə və ərbəinə və əlif. Pəs mütərcim Əli Sivasidir. Tarixi tərcümə əvaxiri mühərrəmi səneyi səlasə və ərbəinə və əlif 1043-də. 1043-də bunu tərcümə edibdir, qutarıbdır. Bu buradan. İndi qeydək kitabın əvvəlindən görək ki, bu kitab bizə nələr verir. Kitabın ikinci səhifələri Calib deyil, bayaqçı kitabda böyüklük deymiş. O da kiçilmirdi, o elə açılmışmış. Nədir o? Oradan. Kitabın adını qoyublar Miftah-ı Futuhat Xaqani. Tarixi təlif 1012 ki, biz dedik 1012-də qutarıbdır. 1011-də başlayıbdır. 1012-də qutarıbdır. Tamam, bu bizim kitabımızın. Burada da kitabın üstündə bir yazılar yazıblar kitabın haqqında. Miftah-ı, əlbəttə burada Futuhat deyilə ehtimalən. Bu da Futuhat-ı Xaqani. Cailə, Şəb, Ərbəin, Həkayat-ı Zul-ədədi filan nəzm ki. Bunları bilmirəm. 1012, 1042-də də bu şeyi yazıblar. Onu da dedik. Əlbəttə bu 42 yazıblar. Mən 43 oxudum. 43-də yazdım. Yenə də aynı səfədən buranı çeviriblər. Burada kitabxanaları dedik ki, Ankara'da saxlanır. Saxlanılan yer Ankara. Kitabxananın adı neydi? Ankara Genel Kitaplık. Ankara Genel Kitaplık. Tamam, bu orada qalır. Kitabın özün Bismillahla başlayaq oxumağa görək ki, inşallah nə çıxır. Bismillahirrahmanirrahim. Sirr əhadis kəlam-i qədim. Versə nola zimzimeye bismillah. Versə nola zimzimeye bismillah. Qubbe-i çərxi fələkə velvilə. Bismillah'nın məddid ra'yi خوب فن. Bismillah'nın məddidi ra'yi خوب فن. Habl mətini kərəmi zülmənən. İrməgə olbab ulul izzətə. İrməgə yetişməyə. İrməgə olbab ulul izzətə. Bismillah bir vasitədir ümmətə.
gözlə sələf səmtinin adabını. Gözlə sələf səmtinin adabını. Bismillahsiz açma dəhən babini. Hər suxən anunla cəhangir olur. Anungilə yazılıbdır, amma biz bunu kafi nun oxuyuruq. Hər suxən anunla cəhangir olur. Bismillahsiz sözdə nə təsir olur? Nöqtə nüfuz anunlədir hənuz. Nöqtə nüfuz anunlədir hənuz. Bismillahsiz sözdə bulunmaya söz. Anunla bir sözün olamaz iki. Anunla bir sözü qafla yazıb, mən nun oxuduram, bilirsiniz, bu şeydən gələndir, Cığatay dilindən bizim dilimizdə hala yazılarda görünür. Anunla bir bəlkə də elə Cığatay halətini oxuyayım, çünki bu Cığataydan təsir aldığını da bəlkə görsədər. Anunla bir söz olmaz iki. Bismillahdır vasilədən saliki. Bismillahdır əzəm əsma-i haq. Bismillahdır nur təcəlli haq. Qəlməğə istərsən əgər dəf-i ғəm. Qılməğə, qəlməq mən oxudum, qılmaq. Qılməğə istərsən əgər dəf-i ғəm. Bismilləyə şoğl edə gör lacərəm. Bismillah ətrafın alıb səyyiat. Bəlkə də Bismillah deyir. Bu bə'lisə kimi yazılıbdır. Bə'lisə ətrafın alıb səyyiat. Bismillah zikr ilə bulursan nəcat. Ehtimalən o Bismillah ilə oxunacaq əvvəldəki. Bismillah ətrafın alıb səyyiat. Bismillah zikr ilə bulursan. Bəğləsə də qəşəng, yəni elə bir ki, məsələn, mənim ətrafımı günahlar alıbdır, onu istir deyə. Bəğləsə ətrafındır, sənin ətrafını bağlasa bir şey, günah. Bəğləsə ətrafın alıb səyyiat, səyyiat sən dörədi alıb bağlasa. Bismillah zikri ilə bulursan nəcat. Bismillah gül dəstəsidir güya. Sarilürdür tadır rəhim ana. Mən buranı oxuya bilmədim. Sarilü dürür tərəhhüm ana. Bunu oxuya bilmədim. Bu kəlmə nə cür oxunacaqdı? Bu misrədə qaldım. Oldu o gül dəstəyi bağı xuda. Oldu o gül dəstəyi bağı xuda. Gülşən fərqanə gülü şəbcüşa. Cilvə nümayi ruxu nümadır ol. Cilvə nümayi ruxu nümadır ol. Pərdəcüşayı dil əşyadır ol. Zikri durur feyz rəsan həmə. Zikri durur feyz rəsani həmə. Nimət məhz olsa nə var aləmə. Bu birisi səhifədə bəzi şeirlərin son hərfləri ən azından qalıbdır. O kağızından ki, istəyiblər kitabın təmir eləyələr, orada qalıbdır. Hasili etməndir ani zülcəlal. Hasili etməndir ayı şöyle anı zülcəlal. Bab kema kerem layezal. Babi ehtimalen babi kemali keremi layezal. Ehtimalen kemal oxuna, amma lam görünmür. Sirri süxən natiqeyi ləm yezəl. Ruh məqali kələmati əzəl. Ərre-i dəndanesini anın. Kəsti nəhali bədənin düşmən. Saldı o şəmşir müsərrə xilaf. Əhl-i xilaf arəsinə ixtilaf. Saldı o şəmşir müsərrə xilaf. Əhl-i xilaf arəsinə ixtilaf.
buldu o cevherlə olub pursəfa, ayine-i milkət dini. Calibdir, burada gerək xuda oxunsun. Əvvəldə bir əlif var, axirdə bir əlif var, vəsətdə də be xuda kimi bir şey var. Mən ayine-i milkət dini xuda, ya da ey xuda. اسم celal icra cemal azal zahir و bahir görünür fil məsəl. Bahir sözü nə deməkdir? Bu calibdir ki, zahir و batin var, amma bu zahir و bahir görünür fil məsəl. Şəm'e pür ləm'e önülmərdür. Məş'əli salik dindaddır. Şəm'e pür ləm'e Ənvərdir ehtimalən. Orada onun əlifi yaxşı oxumayaq. Orada Ənvər oxuyaq. Şəm'e pür ləm'e Ənvərdir. Məş'əli salik dindaddır. Həmd ana anka. Həmd aka kim xəlq olalı mümkünat. Qərqe en'ami durur şiş cəhad. Milk و ملک birlə səmak و səmək. Gayet sermenzil darak dek. Milk و ملک birlə səmak و səmək. Gayet sermenzil idrakə dek. Düz oxudum indi. Burada bir əlif gördüm, sonra yazılıbdır. Xəlqət əşya quruli çarsu. Zərrə və zərrə nə ki var mu be mu. Cümləsi muhtac در کبریا. Bəndə və azadə və şah و cəda. Qəbzə hökmündə durur hər zaman. Çuy زمین و küre آسمان. Rəfətşan. Burada çuy quy da oxuna bilər da, yəni o girdəlik. Çuy زمین و küre آسمان. Məncə elə bu da quy oxuna bilər, amma biz Türkçədə küy deyirik da, cuy ayda deyirik ona görə. Amma ikisi də girdəliği təmsil edir. Yəni mürəbbə müstətildən danışmır yerin dövründə. Qəbzə hökmündə durur hər zaman. Cuy زمین küre آسمان. رفعت شأن عظمت مختصر. رفعت شأن عظمت محضری. Cənnət insan و پریدن بری. Can bitirirdi qərə yerdən nəbat. Can bitirirdi. Bitirmək, biz hər şeyi açırıq bitir də. O bitir və qalxır keçəlir. Can bitirirdi qərə yerdən nəbat. Zərrəcə etsə zəminə iltifat. Hikmətidir sün ilahidən. Hikmətidir sün ilahiyyədən. Jale-i cevher həcəri lə'lidən. Jale-i cevher həcəri lə'lidən. Jale gülün cevher edən və həcər yəni daşı da lə'lidən. Qətre-i Neysani salar səf və səf. Neysan ayında, indi fikrimə Neysan ayında yox. Neysan ayında qədim belə düşünürdülər ki, göydən ki yağış yağır, bu xalis yağışdır və bunu mərizçiliklərin şəfası üçün içərdilər. Təəssüflə indi dünyada o qədər şimyai maddələr gedib havaya ki, hər kəs bu yağışı içsə mərizlər ölər. Çünki göydə bunları yığır gətirir yerə və biz onları içsək tamam o şimyai zəhərləri örtəriz. Şimyai deyəndə zəhər. Zəhərləri türkçəsi zəhərdir əslində desək. Ölər. Amma qədim belə inanırdılar ki, bu yağış suyu bu ayda gələr dənizin içinə düşər. Dənizin suyuna qatışmaz. Gedər dənizin taçında bunlardan bir neçəsi o açıq sədəflərin ağzından girər içinə və orada murvarid olar.
Yəni bir növ bir xarici cism gərək girə sədəfin qarnına, içinə ki, o mürvarid orada ola. Beləsi bir düşüncə var idi. Demirdilər ki, o doğur. Deyirlər, bu bir xarici cism gərək girə, amma onlar mötəqid edirlər ki, Neysan ayının suyu getsə sədəfin içinə girsə, o murvarid olar. Hər sədəf də murvarid ola bilməz, çünki hər sədəfin də qarnının içinə Neysan suyu gedib çatmaz ya da olmaz, getməz ona. Ona da deyirlər ki, Allahın bir lütfü olsa, o sədəf o zaman ağzı açıq ola, Allah onun ağzını açıq qoya, o Neysan suyu gedə oradan o sədəfin ağzının içindən geçsə, onun içində ona bir lütf ola, Allah tərəfindən ki, o müvarid eləyə bilər. Qətre-i Neysani salar səf be səf, angülə pürdür olur hər sədəf. Anunlədir. Mən angülə oxuyuram. Buna çevirisi dedik, o cığataydan olan təsiri eləyə bilər, hiss eləyək. Kase-i hirsi edər ən'ami pür. Kase-i hirsi edər ən'ami pür. Bəzl-i nəəm şə'ninə məxsusudur. Atməsə fəth olməz idi qudrəti. Atməsə fəth olməz idi qudrəti. مسئله مشکله حکمتی خسته معیوسه olur salıma خسته معیوسه olur salıma bab şəfaxanəsi ümmidgah yani dəriq etməz ərincə əcəl yani dəriq etməz ərincə əcəl şərbət lütfün o hakim ezel sün'idir az dade veren imtizac vahdeti yok vahdeti burada bir kelime yazıq düşübdü ehtimalen aşağıda yazmışlar aradan gedibdi hatta bunu diyeyim ki bir misra bir beyt aşağıda en azından mən gördüğüm belə gəlir ki bir beyt aşağıda ehtimalen deyirəm qalıb kağızın altında, yəni çürüyübdü ya da şey olubdu. Burada bir şeylər kağızın arxasında görsənir. Əcəba bu kağızın üstündə yazı varmış ki, yapışdırıblar görsənir. Yoxsa altdakı, arxadakı yazıda belə bir şey varmış. Onu mən təşxis verə bilmirəm. Gedək bu birisi səhifəyə. Lohi qədər andan olur bəhriyab, izz huzurində dürəh ümmül kitab. Səm-ü bəsər ləms eliyə, şəmm-i bəşər, şəmm. Amma burada çox əqlidir. Burada çox insanın içidir. Çox duyğulardır. Şey deyil, yəni bu burundan şəm yox. Amma biz, məsələn, güllərin ətrini nə cür bilirik? Hangi gül ətirlidir, hangi gülün ətri xoşdur, hangi şeyin ətri pisdir? Onu nə cür bilirik? Şəmminə, məşamla, burnumuza çəkmaqla bilirik ki, bunun ətri yaxşıdır, pisdir, vardır, yoxdur, azdır, çoxdur. Qəlizdir, yumuşaqdır, bunları bilirik. Səm-ü bəsər ləms eləyə şəmm-i bəşər. Səm o bəsər. Bu səm idi qulaq, yəni eşidən, bəsər görəndir. Ləms də əl bədənimizin dərisi ilə ləms eləyirik. Əlbəttə, məsələn, dodağımızda şey yoxdur, ləms eləyə bilirik. Burnumuzun içində dəri yoxdur, ləms eləyə bilirik. Bədənimizin bir çox yerində dəri yoxdur, amma ləms eləyə bilirik. Onların hamısı ləmsidir. Səm-ü bəsər ləms eləyə şəmm-i bəşər. Burada neçəsini saydı? 5 dənədən səm, bəsər, ləms, şəm. 4 dənəsini saydı. Hökm-ü şərif ilə olur kargər. Göydə və yerdə hərəkat-i sucun həb qədəmi zatinədir rəhnimun. Şam و səhərdən yürür hər zaman xunci sipər içi bərgüstüvan. Nə deməkdir? Bərə güstüvan ya küstüvan. Bərə küstüvan ehtimalən bir kəlmə olacaqdır. Şam و səhərdən yürür hər zaman xunci sipəhri içi bərə bərəküstüvan. At etməsə fərman
ilah girməz həvəs. Etməsə fərman ilah girməz həvəs. Əmr şərifinsüz alınmaz nəfəs. Oldur edib bəzlə ətasın güvah, cümləyə rizqin verici padişah. Etmədədəmdür halın o dərgah ərz. Cümle sükkan semavat ərz. Xan ətasına həris insu can. Lütfi cibi ni'meti bi imtinan. Alemi en'ami ilə ol vedud. Eylədi müstəğriq dəryای cud. Zümre ziru. İndi bunu nə mənədə oxuya bilmirəm. Ehtimalən zümrə də olmasın, amma zümrə ziruhə və zümreye ziru vəhi or pərverdiyar. Burada bir dənə də Z görsənir, amma bilmirəm ki, bu nə zümre zir vəhi o pərverdigar. Xan həyat ilə edib etibar. Gördü məzəllətlərin izzətlədi. Hər birin əlqissə ziyafətlədi. Muhtenəm hasili əşya ilə. Ni'mə nəhnu qəsəmna ilə. Ni'mətün nəhnu qəsəmna ilə. Olmağa bitarələrə çarəgər. Bir dənə axırda izafi kaf yazıbdı, üstünə 4 dənə, 3 dənə xət çəkibdi, 4 dənə əlbəttə deyək. Xət çəkibdi, yəni bu kaf qələtdir. Olmağa bitarələr çarəgər. Çarəgər. Lütf fəravanini məbzul edər. Bab humayuni ki məftuhüdür. Vasitə rahat ziruhüdür. Söz ilə dur olmaz işkində söz. Söz ilə rədd olmaz eşqində söz. Bir şəh sahib kərəmük quliyüz. Kərəmin quliyüz. Sine cəbbari o dadar pاک. Sine cəbbari o dadar pاک. خنجر قهریله ادر تاک تاک. تیغزن غیرت رب الانام. ظالمه البته ادر انتقام. جوش دوتر ناله مظلوم حق. لعن در اول طایفهی شومه حق. لعن در اول طایفهی شومه حق. حضرتی در علم آدم دیگن. حضرتی در علم آدم دیگن. احمد محبوب مسلم دیگن. نعت جناب sönü enbiya. Bu nə deməkdir? Aleyhisselam. Burada gəndə kağız görürük ki, amma burada cırılmayıbdır. Cəlib buradır ki, burada cırılmayıbdır. Bu birisi səhifədən Həzrət Muhammed haqqındadır. Bir-iki dənə sətr oxuyaq ki, necə müslüm deməsünlər ana, zatı mir'at edinübdür xuda. Zatini mir'at edinübdür xuda. Mülk ədəmdən dəxi çıxmazdı yol. Eylədi köneynə ani haqq rəsul. Olmasa olmazdı fələk bicaman. Böyle buyurmaz mi Xudayı cahan. Ərşədə geçməzlər edib iltica sayi pərri
Küləhün ənbiya hər nə qədər fazil isə, mürsəlin fəzli yanında oləməz xuşəçin. Lə'linə bək cailə verirdi sər. Lə'linə bək canilə verirdi sər. Burada bir kəlmə yazıb, elə bir ki onu xət çəkib üstünə, amma bilmirəm ki hələ nə mənadır. Çərpur kimi bir şey yazılıbdır. Sonra mərmi söyləsələr. Gər mərmi söylətsələr. Belə oxunur. Gər mərmi söylətsələr. Nədügünü ol kələmat-ı səlim, nöqtə məcal olsa açardı kəlim. Oldur edən bir söz ilə lat mat. Oldur el-haq səbəbi kainat. A'ləm و علامه علم لدن باعث ابداع سرای کهن. طایر نه طارم افلاک عشق. طایر نه طارم افلاک عشق. جوهر دریای شفبناک عشق. من şəfəbnak oxuram, amma şəğəf oxumur. şəfəbnak oxunur. جوهر دریای شفبناک عشق. توق فراز حرم کبریا. Məsələn, bu kibriya o qədər gözəl yazılıb ki, onlarla oxunmur. Çox fərqli yazılıbdır. Yəni, bu sətr əslində توق فراز حرم کبریا. شق دراز علم کافها. حوصله آموز حواس ملک. شاید حوصله امور خواص ملک. معرفت اندوز دبیر فلک. ملک رو برسه پس. حوصله آموز خواص ملک. معرفت اندوز دبیر فلک. جوهر فرد صدف کنفکان. لعل درخشان کلاه مهان. لیله معراجده شبوی باغ. مجلس حقده جوهر شب چراغ. مست می ناز شبستان حق. نقل و شراب دل مستان حق. Gişlərinin olmasa mahi nevi. Gişlərinin olmasa mahi nevi. Kəbə-i İslam'a dəlil qəvi. Badiye şirkə düşərdi bəşər. Qiblə-i din biləməz idi zibo fər. Ənbər giysuləridir etməşək. Sirr süveydای kibar mələk. مدرسه عشقده بی قیل و قال. oldur eden بحث cemal و kemal. Sinesi yenbu-i hekemdir onun. Arızı misbah-i zülemdir onun. Əlbəttə burada anların hamısı gərək angı oxuyaydım. Sinesi yenbu-i hekemdir ang. Arızı misbah-i zülemdir onun. Tas felek saltaneti çusidir. Şer'i seraperdeyi namusidir. Uzun bir şeirdir. Devam edir. Mən bunu qalan oxumuram. Bir səhifəsini oxudum. Bir səhifə yarımı qalır. Bunun axirindən bir 5 beytin oxuyaq görək ki, زخر خواص حرم کبریا. حضرت حیدر سند اولیا. هم ol iki paçi neseb şahlar. Abrux zımzıme isna aşer. Burada bellidir ki bu yazan Şiədir. Acaba bunu hardan oxusaq buna şey olar. Bir neçə sətirdə gedirəm daldan oxuyuram ki, bunu biraz daha çox tanıyaq. Kaş elə bunu əvvəldən oxuyaq gəlsin buraca. Neyniyəcək ki? Nə işimiz var ki? Şəhbəri altında dur zikeman.
Duruz. Şəhbəri altında duruz. Bir zaman dururuz, yani biz dururuq. Şəhbəri altında duruz bir zaman. Beyze beyza zemin و zaman. سرحد سینه احمددر نور سمد قلب محمددر رتبه قدرینه bu yetmi midal rütbe قدرینه bu yetmez midal aşık در پا aşıqdır padişahi bizeval aşıqıdır padişahi bizeval. Padişahi bizeval Allah'a deyir. Xeyli mələk gökdən açıb baru par səylə bin yıl təyaran etdilər. Payi fəzlinə varamaz əyan qudrəti mola bilir ancaq haman toğmasa şəms-i şərəfi Əhmədün simməti görünməzdi rəhi əmzədün. Kiları nun oxuyuram, orada şeydir də, oxumuram. Cuşe çeşmilə nicah etməsə خوف خطر var idi hər bir kəsə həşr olacaq mümin ilə müminat cümlə o həzrətdən ola umalar nəcat ummaq qurtulur əl-qıssə qəmu qüssədən damən pakinə təşəbbüs edən velvələdən eyləyən əflak pür dəbdəbəyi çoğusi Muhammed durur مقدم فرخندسی پیغمبرون ارزی کسر eyledi kesraların arzi yer burada anlamındadır. Arzi keser eyledi kesraların geldi o simurg'd بلند آشیان bu مقام oldu مکان کیان bu مقام oldu مکان یا bu مقام oldu مکان و کیان etti o bazuy nübüvvet pənah küfr zelalun həşeratun təbah qüvvət qudsiye peyğəmbəri qəsrini xaç etdi yıqıb qeysəri bu təbəqat fələk zərnişan qədrinə bir neçə nərdiban İlk de okunur, iti de olabilir. Qədrinə bir neçə iti nərdiban. İti kəsici, uca demək olar. Nətini təfsilə qoməz ehtiyac. Qısse mi'rac zuvul ibtihac. Binse براگینه o اوضع جلیل binse براگینه o sün-i celil غاشیه bir duş berduşi idi Cəbrail derler ana alem olup müptela salli ala seyyidina Mustafa sallallahu aleyhi ve sellem آلینه اصحابینه اعوانینه هم وزرائی عظمت şa'ninə Hazret İzzet'ten olup ihtiram nete salavat eyliyeler ve selam mahrem esrarı Resul ilah Hazret Siddiq خلافت پناه خاک رهی سجدگهی شیخ و شاب خاک رهی سجدگه شیخ و شاب حضرت فاروق معالی جناب ناطق حق توتی باغ امان حضرت عثمان بهشت آشیان زخر خواص حرم کبریا حضرت حیدر سند اولیا هم اولچی پاک نسب شاهلر آبرخ زمره اثنا عشر جمله اصحاب ازام رسول حاصل bir o گروهی فهول غرقه انوار اله الاler
ümmətə uqbada pənah olarlar. Davr edə ta günbəd firuze fam, hər birinə ola salatu salam. Burada qutarda Həzrət Muhammedin haqqındakı şeiri başdan başa oxuduq. İndi buradan bu bizə vəsf şəhənşah xilafət pənah. İndi burada görək ki, çağın haqqında hangi çağda bu kitab yazılıb ya tərcümə olubdur. Eləyə bilsək bunu oxuyaq. Nət nəbiyi xətm olacaq lacərəm. Nət nəbi xətm olacaq lacərəm. Dəvət sultanıdır əhəmdən əhəm. Sultanın dəvəti əhəmmədən əhəmmidir. Nət nəbi xətm olacaq lacərəm. Dəvət sultanıdır əhəmdən əhəm. Ol ki fələk deyir ana əl-əmru lək. Ol ki fələk deyər ana əl-əmru lək. Şimdi sənaxanıdır ünsü mələk. Varis اورنج فریدون و جم خسرو و کسری علم و جم حشم. فخر سلاطین نشان. فخر سلاطین نشان. قطب زمان اعدل عثمانیان. مهر فلک قدر و سپهر اقتدار. مهر فلک قدر و سپهر اقتدار. ذل خدا یعنی خدا وندجار. حضرت سلطان ابوالفتح داد. شاه محمد خلف خان مراد. Tamam, pes xudavendgar bu kimdir? Çağ. Çağı yazsaq gözəl bizə şey verdi. Xudavendigar. Adı ləqəbi Xudavendigardır. Həzrət Sultan Əbülfət. Həzrət Sultan Əbülfət Fidad. شاه خلف خان مراد ابن niye bunu yazmır benim xudkarım nedir oldu bilesi ابن خان مراد. پس خان مرادın oğlu. قصر جلالنده کمر کهکشان. باب سراینده قمر پاسبان. تیر gibi ol شه çalaçurek. Agrabeyi toğruladı cülus edecek. Agriye yani agrini. Tir gibi ol شه çalaçurek. Rəg ehtimalən. Tir gibi, ox gibi. Tir gibi olşəh çalavrək əqriyə toğruladı cülus edəcək. Cülus edən kimi əyriləri düzəltdi. Əqriyə toğruladı cülus edəcək. Ta cövlan tərəf əngərus. Əngərusu da bu fəth eləyibdi. Fatih Engerus. Ta cövlan tərəf Engerus. Hər bir fiili fərəsin etdi buz. Hər yeri nə'l fərəsin etdi buz. Atının nə'li. Hər yeri نعل فرسین etdi buz. Qəl'ə-i Aqriyi hesar eylədi. Aqri qələsi.
hesar eylədi. Toyların saiqeyi yar eylədi. Hər atılınca olub ateşfəkan, tənə edərdi kökə hər zərbidən. Burada bir kəlmə yazıyor, tənə oxudum, amma ola bilər tənə olmasın. Bəli, tənə oxunur. %99 tənə oxunur. Çünki altında da Tazaşdan yenə bir ayrı xətlə kiçik tənəni yazıblar. Burada biraz düz yazılmayıbdı. Aşağıda onu Tazaşdan yazıblar. Tənə, ikisi də tənə oxunur. Aqibət açdı anı ol tacdar, nitə ki bostanı nəsimi bəhar. Nitə ki bostanı nəsimi bəhar. Vavı silibdi. Vəqəi taburdə xud bi nə mənadır bu, oxunmur. Vəqəi ətaburdə ya da taburdə. Vəqəi taburdə dəstəli teynən. Xud bi dədalk zalik eylə. Eylədi küffarlə xeyranə cəng. Xeyranə cəng. O birisi səhifə gedək. Burada şahı tapdıq əslində. Susən tərkibi o edib səbri tiğ. Döşünə aldı qılıcın bidəriq. Cəngə müqəyyədlər ikən həbsi pah, düşmənə çəkmiş ikən bargah, gəldi zuhur etdi be fəzl xuda, qüvvət imdad nəbiyyül vəra, tö'mə-i tiğ oldu o gün sərbesər, 7 qəralilə 700.000 ər. 7 qəralilə 700.000 ər. 700.000 adamdan danışır. İmkansızdır, amma şeirdir. Şeirdə bu tür şeylər çox olar. 7 qəralilə 700.000 ər. Etdi ol ənva-i fütuhat-ı haqq, Bədr Uhud vəqəsinə masadaq. Bəd edib ol şəhi yazdan pərəst, şişə gibi düşməni dini şikəst, bir neçə gün gəşt güzar eylədi, gəldi sərirində qərar eylədi, oldu qəd o meylə yenə paytaxt. Oldu qəd o meylə yenə paytaxt, cay səfa cüstər و iqbal و bəxt. Hakimi şimdi hərəmin odur, çam rəvasi Səqəleynin odur. Mən Səqələyin oxuram, amma ehtimalən ayrı bir şey oxuna bilər. Şəhne-i təlifi bu əbd-i kəmün. Özünə gəldi. Görək özünə nə deyəcək. Şəhne-i təlifi bu əbd-i kəmün oldu zamanında o fərruxdəmün tərf üfüqdən tuğa takim şəfəq. Şəfəqət edib ümmətə fəzlilə haqq. Rəy münirin edə hər sübh şam, səmt əhadisə müvafiq müdam. İndi görək özünün adına bir şey demədi. Fəqət dedi bunun zamanında mən başladım bunu yazmağa. Əcəba tərcümə demədi. Əcəba o görək bu birisi şeirə çıxaq. Mədhəd dəstur fridun və qar. Lövh-i cəhanda yoxdi xətt qəm, nəzmə gətirdükdə bu fəsli qələm. Tamam, burada özünə yazır. Lövh-i cəhanda yoxdi xətt qəm, nəzmə gətirdükdə bu fəsli qələm. Bağ-ı cəhan olmuş idi bumdum, düşmənə etmişdi həzimət hücum. Xeyməsini qurmuş idi mədələt, toğ-ı şərif ilə olub yekcəhət. İrmiş idi ta fələk-i tahirə, çövkəbə-i səltənət-i qahirə. Cor-u sətəm rəsmi Stəmbulidən, İstanbul, İstanbul. Cor-u sətəm rəsmi İstanbulidən hasili rəf olmuş idi anləsən. Burada bir şey anləsən, yəni anlasan. İndi burada bir şey qıraqda yazıbdır. Əcəba bu şeirin bir ayrı bölümüdür, yoxsa nədir? Ruriyədən desə oli
diri anın lesen ve mümkün hər nədir bu yəni bu şeirə rəbti var, amma qıraqda yazılıbdır, mən oxuya bilmədim. Bey o şərای می همرا gibi kimsə olub satmaz indi idi mənsəbi. Bey o şərای می همرا gibi kimsə alıb satmaz idi mənsəbi. Dur idi bir gül növbavənün, dövridir bir gül növbavənün, sahib əzəm ciğali zadənün. Sahib əzəm yəni vəzir əzəm ciğali zadə. Bunu yazaq görək. Sahib əzəm Cəfalizadə də ola bilər, Ciğali məncə görürəm. Ciğalizadənin və yümkünü asadiri anın ləsən delsə olur. Bilmədim. Mülk-i cahan cismidi ol can idi. Dövlət-i Üsmanə nigəhban idi. Hər nə murad eyləsə ol pak ra. Şah cahan ani görərdi rəva. Zatına məxsus idi sədr qəbul. مرجع خاص وزرائی دی اول خاک در این قبله شاهان دی عرض وزارت ده قپودان دی رأی متین ایله olur دی امین زلزلدن ملکت دین مبین یعنی او دستور سلیمان Cöhər Asaf şagird edindi مگر رشکیندن olur دی پر ارژنج سحر حوصلəsini görsə Əbuzərcir mehr elm ilə luqmanı edərlərdi lal eyləsələr hikmət umurin sual qəndə isə əhl-i məarif ana can ilə etmişlər idi iltica mərifət ərbabın edib möhtərəm cümləyə olmuşdu vəliy nəəm lütf kərəm cövhərinə kan idi nami vəli ni'mət irfan idi. Burada bir şey irfan nə idi. Belə bir şey yazılır. Nami vəli ni'mət irfan nə idi. Heyrət alır, əqlin alırdı dicəm. Heyrət alır, əqlin olurdu dicəm. Məclisinin camlərin görsə cəm. Şöyle şərif idi o bəzm nəfiz kim ana kavus oləməz kasəliz. Kim ana kavus oləməz kasəliz. Görsə o Keyxosro و دریا dili Rüstəm zal almaz idi zabili. Almaz idi zabili. Quvve bazusu edərdi pəsənd. Gərsə kəməndinə girsə kəməndinə anın div bənd hasili turduqca o sahib vücud zulmə ziyandır kərəm و ədlə sud. Olmasa dehşətdə idi bəhr و bər zilli külah qapıda fi əgər روشن olur elcik zərb hər روشن olur eləcək eləyəcək zərb hərb şöyle tiğ ilə anın şərq غرب عزم قتال etse قروب بارگاه شعله داری مشعله داری علمز مهرماه yansa o fanus سریا جناب şəminə pərvanə olur آفتاب qubbe minası fələk tasının موج دگül himməti dəryasının etmiş anı maliş dəryای fən fələki tənə ruhi rəis ilin etmiş anı maliş dəryای fən فلک تنه
روحی reis eyleyen دور کیانون öyle perhiz دور کیانون eyleye perhiz قاعده ادلini icra eder gösterer ol vəc səfa göstəri ayine Hazret İskəndəri bazl kərəmdə edecek ərz vücud hatem ile mani eder tarpud talib hak tamam istedim görüm bu adam öz adını diyecek ya yok talib hak salik mürşiddir ol bir ile bahri tire müzahiddir ol kürziyle elborzi edip خورد خام yıktı ecem mülkün alıp bit tamam cud funun cud futuvvet selc in namdar sence in namdar dest şerifinle eder iftihar sen ol asaf safdestca merce külli sahibi احتمالا حاجب صاحب چرا احتمالا بلس olacaqdı مرجع külli حاجب صاحب چرا شیر زفر سید نیستان فتح رستم خصم افکن میدان فتح توق دلارای صف آصفی ömmerek Allah به لطف الخفی مرغ huma oldu sefinün meger Seyfün meger, seyfünün. Murg huma oldu seyfün meger. Oldu cenahin ana fethü zafer. Neyze gözar dil khasm olduğun sabit ederdi. Sedabit eder düşmenet toğlurduğun. Aleme Yusuf gibi ettün kerem. Sanki Sinan olsa acep mi alem Halge gapun tali mes'ududur Halgesi serçeşmi mes'ududur Eyne vefa olmağın ol çeşmesar İğine ayağına ihtimalen ayağına su gibi agar kibar ayağına su gibi agar kibar Tac ol seyf و şita mah sal Hazretine yaver olup Zülcelal Falini her yerde humayun ede Nuh gibi ömrünü efzun ede Şahid devlet ana meyyal ola İzzet و ikbal ile خوشحال ola Sabit eder zat melek zatini Sabit eder zat melek zadini Hifz eder etbaini oladini Burada yine qıraqda bir şey yazıblar, oxuya bilmirəm. Səfinələrdə faal istimali məşhurdur. Bu beytdə ol mənaya təlmihidir. Təlmih vardır. Burada bir nəfər oxuyub bunu yazıb ki, faal sözü nə deməkdir? Qalə Rasulullah sallallahu aleyhi və səlləm mən həfəzə əla ümməti fəqihən 40 hədisən yentəfəunə bihi bə'sallahu yevməl qiyamətə fəqihən İhtimalen burada özüne göre bir şeyler diyecekti. Bəli, özüne göre burada bir şeyler deyir. Tamam. Fəqihen alimen sadq Resulullah ve sadq Habibullah. Ol senede xeyl muluk Resul vasıteye hak sebebi cüz'ü kul. Dedi benim ümmetimin gerbiri ilm ahadisin olup mahiri 40 hədisüm edib əzbər bənim qılmasa ol dərc cöhərdai kim naf nur onun ilə aqibət naf olun naf ilənür onun ilə aqibət İki cahan içrə bulur mənfəət Alim Rabbani afaq olur. Alim Rabbani afaq olur. Hur melek yüzüne müştaq olur. Be'set eder ukbada Xuda lacerem.
ani fəqih olduğu halətdə həm. İmdi eşit rind isen ey merdi çar. İmdi eşit rindi isen ey merdi çar. Küşce bu cevheri et cuşvar. Cuşine bu cevheri et cuşvar. Hifz ahadis ile در زین دین ola hususa adedi 40 tane hadisi. Raf'at şa'ni ulema yokla cür. İlm ahadis şerifiyle den. Pes bu rumuzatı bilip hasili bab teveccühde edip menzili. Rişte-i lu'lu'den alıp tel hadis, tel dür. Rişte-i lu'lu'den alıp tehil dür. Cuş dili eyledim anunla pür. Ani ki hifz eylemek asan ola, nəqd dil o didədə irfan ola, eylədim olsun diyu məni açıq, nəzm ilə şərh etmədə ta xəlq. Nəzm ilə şərh etmədə ceta xəlq, ya ceta xəlq. تا خلق باش داپادم احتمال نظم ilə şərh etmədə ki ta xalq qıldım əhadisə münasib yenə neçə hikayat qəvi bəyyinə mövzu 40 hədis eylədim olsun deyə məni açıq nəzmlə şərh etmədə ki ta xalq qıldım əhadisə münasib yenə neçə hikayat qəvi bəyyinə cuş edin əl-qissə alıb hissəsin cuş edən əl-qissə alıb hissəsin zail edər əhli qəmin qüssəsin can gözünü olmaq üçün roşəna əksərin etdim qısəsi oliya Hazreti Cami'nin ola ruhi şad. Cami'nin tamam. Cami'nin ihtimalen Hazreti Cami'nin ola ruhi şad terz acemde edüben içtihad. Terz acem ihtimalen Farsı dilindir. Cami Hazreti Cami'nin ola ruhi şad terz acemde edüben içtihad. Sırr ahadisi əyan eyləmiş, fənn məaniyi bəyan eyləmiş, ki ərəbi, ki əcəmi, cəh ərəbi, cəh əcəmi, cabica, əhl-i süxən etmiş imiş sabiqa. Rumidə densün diyu cami cəm. Rumidə densün diyu cami cəmə, Türkçe ettim ben ani tərcümə. Tamam, şimdi Türkçe'ye mütercim. İttifakın bu şiirin burasını yazmalıyıq ki Hazreti can gözünü al. Burada yazaq. Can gözünü olmaq üçün roşana əksərin etdim qısəsi oliya. Əksərin etdim qısəsi oliya. Hazreti Cami'nin ola ruhi şad, ola ruhi. Mən niyə burada yazıram? Niyə gedib orada yazmıram? Burada gedib yazım ki, həm bugün bir əl yazma
kitapla tanış oluruk ki Aydat. Bugün bir el yazma ile tanış oluruk ki zahiren 40 hadis üzere cami Acem dilinde yazmış ve bir Türk mütercim onu Hudavendgar Sultan Ebu'l-Feth Şah Mehmed İbni Xan Murad çağında tercüme etmiş. Bu tercüme min 43 Hicri'de tamam olmuş. Ama asl yazar ya da mütercimin asl yazısı 1011'de başlamış ve 1012'de sona çatmış. Kurtarmış görünür. Əlbəttə ehtimalı çoxdur ki Əli ehtimalı yoxdur, yaxşı elə bunu heç ehtimalı istəmirəm. Əlbəttə Əli Əl-Sivasi bu əsərin mütərcimidir. Ayda, niyə belə oldu? Hardan belə oldu?
Tamam, oldu, düzeldi. Bu onun mütercimidir. Bu kitabın neçinci səhifəsidir bu? 6-cı. 2 4 6 8 2 4 6 8 9 10 10-cu səhifəsində 10-cu səhifəsində bu beytləri görürüz. Nə görürük? İndi yazaq. Can gözünü olmaq üçün roşana. Can gözünü olmaq üçün roşana. Əksərin etdim qıssası olya. Əksərin etdim qıssası olya. Hazreti Cami'nin Hazreti Cami'nin ola ruhi şad. طرز əcəmdə edübən ictihad. طرز əcəmdə edübən ictihad. Sırr əhadisi əyan eyləmiş. Sırr əhadisi əyan eyləmiş. Çi ərəbi, cəh ərəbi, cəh ərəbi, cəh əcəmi, cabeca. Əhl suxan etmiş imiş sabiqa. Əhl suxan etmiş imiş sabiqa. Əhl suxan etmiş imiş sabiqa. Rumidə densün diyu cam-ı cəmə. Rumidə densün diyu cəmə. Türkiyə etdim ben ani tərcümə. Kitabın qalanı hardadır? Etdim ani tərcümə. Oldu risaləmdə rəsulun əyan. Oldu risaləmdə rəsulun əyan. 40 hədisindəki razi nəhan. 40 hədisindəki razi nəhan. Razi nəhan. Cismim olunca Ömərəm xaku gel. Munis ola işbə hədisi çehel. İlətə bəni mənzilğufran haq.
İllete beni menzil gufranı hak meymeneti Muhammedet nütk hak. Anladı mefhumen o bahri kerem nakl kelaminde isabet edem payine dil yo yedi tulayile elvire Xaqaniye pa der gele. Tamam, burada bunu gördük, amma indi məsələ bu ki, bunun qalanı nədir? Yəni biz bu adı hardan tapdıq? Əli Suyutinin mütərcimi hardan tapdıq? Sivasi üzrə Suyuti dedim bunu. Bu neçinci səhifədə? 10-cu səhifədə, amma mən gedeyim. Şəkkə düşdüm, calibdir. Özümüz oxuduq, özümüz yazdıq, özümüz də şəkkə düşdük. Aha, özünki Əli Suyuti burada yazıbdır, o da o. Tamam, Əli Suyuti bunu yazan, tərcümə eləyəndir. Ehtimalən bu tarixdə bunu tərcümə edib. Tamam, biz də onu yazdıq. Tamam, burada bunu tapdıq, mütərcim odur, özü yazıbdır, o da o illərdir, bu da budur. Tamam. İndi buradan gedək, biz 10-cu səhifədəydik, əgər səhv eləməsəm. Gördük, əslində oxuduq, biz məncə bu bizə yetər. Bura gəldik, yəni bu səhifəni oxuduq və bu bir səhifəni də oxuduq, bir neçə də şeir də buradan yazdıq. Əlbəttə eləyə bilərik ki, gedək, əvvəli tərtibi məqal, okey. Nokte şuru ile fəxr cihan cümle kelami idi möcüz beyan cümle kelami idi ya da cümle kelami əbədi möcüz beyan ama idi olacaqdır. Cümle kelami idi möcüz beyan hər biri bir dürr ciran mayevəş hər biri bir bürc şərəf bir günəş hər biri bir bürc şərəfə bir günəş hər biri cəncine əsrar haqq her biri bir kan cöher bar hak, her biri ayine hikmet numa, her biri miftah kunuz safa, oldu o cüftar cevahir nişan, cevher tac ser kر و beyan. Ruh kelamın eşidiydi yakin, ruh kelamın eşidiydi yakin, nütk mesiha tutulurdu hemin, Ömer'in edip harf o megaline Nuh, ömrün edip harf o megalane ruh can verir enfas nefise ruh her suxan paçı anın filmesel olmuşdu cevher cence ezel atsa dehanın o fesih zaman hur cinan دوتر idi bir zaman etse tekellüm üşe kamyab göçün düşerdi meleke istirab her sözü ol hur peri peykerün cuşine menguş idi hurilerün olmuş idi ol suxani müstegim kaşif ustad kelam قدیم imde eşit nükte-i garrasini dinle hadisi felek arasini böyledir ol devlet-i nacahımız taxt nübüvvette şehenşahımız erbe'etü ana lehum şefi'un yevmel kıyameti el mükerrem lizurriyeti vel gazi لمهم حوایجهم و سائل لهم فی امورهم pes bu kitabın hədisləri beləsi yazıq ki hədislərin ərəbcəsin düz yazı
ile yazır. Sonra düz yazı ve kırmızı. Düz yazı ve kırmızı ile yazır ve sonra onu şiirle Türk diline tercüme edir. Tamam, bu haqdakı hədis başlandı. Daxı ondan sonra hədislərin üstündə devam edir. Bunları biz fikir eləmirəm ki, ehtiyacımız olsun ki, yəni ehtiyacımız %100 vardı. Onu o cəhətdən demirəm. Bu cəhətdən deyirəm ki, yəni biz bu kitabın bu qədər oxuduq, məncə bizə yetər. Gedək axirində oxumuşduq, əlbəttə ehtiyacı yoxdur. Gedək axirinə. Kitabdan 1-2-3 dənə əks salaq və bu 2-3 əksinə bu günü eləyə bilsək, əcər eləyə bilək bunu bir cürcüqlə. Biraz kiçik eləyə bilsəydik. Mən bunu bağlayayım, icazəni tazaşdan açım, bəlkə tazaşdan açsaq, bəlkə bu kiçik görsənə. Bayaqçı açılırdı, indi bunlar niyə açılmır? Tamam, gəldik bura. Umaram ki, bu səfər bu eləyə bilək, kiçik eləyək ki, bu yox, kiçik olmur, təəssüflə elə bu qədər. Kitabın əvvəlindən bir şey yoxdur ki, biz bunu bunlar bizim dərdimizədir. Kitabın adı Miftah-ı Fütuhat. Pəs ad Miftah-ı Fütuhat, yazar Xaqani, tərcümə Əli Əs-Sivasi. Əli Əl-Sivasi. 1043. Kitabın əvvəldə bu adı vardı, sonra bura təəssüflə bu kitabın kamil əksini salamıram. Yəni görün bunu. Aha, beləsi daha yaxşı oldu. Tamam, indi əksini də sala bilirik, çox da qəşəng olar. Bu birinci səhifədən əksini saldıq. İkinci səfər. Şahın adı buradaydı, ha? Bəli. Şahın adı buradadır. İkinci səfər, ondan sonra gedək. Buradan da bir əks salaq ki, acaba ya yox. Buradan da əks salaq, çünki bu həman o şeir olan bölüdür. Gedək axir, kitabın axirindən bir əks salaq. Gözəl oldu. Yəni beləsi üzdə açılıb o biz dediyimiz olmurdu, amma daha gözəl oldu. Tamam. Bu bir axirdən səfə və bir də bu səfə. Tamam, məncə bu bizi görər. İndi bu yazını burada yazdıq. Və əksləri də verək. Görək bunları.
Yox, biz bundan edit eləyə bilmirdik ki. Aha, buradan geri eləyək. AI remove. Tamam. Aha. Yox, bunu bir ayrı şeydən açaq, beləsi olmaz. Biz bununla girəcək əslində. Buna rahatdır bu. Burada kitabın eni boyu da qalsın elə. Bir dənəsində beləsi eləyək. Bu gedərdi məmulən o birisi 8-ə gedərdi, amma indi bu da oradan bir şey örgəşdi. Nə qədər vaxtımız burada indi hədərə gedir. Mən bunu əgər delete eləsəm daha rahat olacağam. Bunu adı nə mənə idi onun? Her şey dondu. Təəssüflə bu tamam, bu kitabdır. Bu nədir? Okey, mən buradan bunu bağlayayım felən. Fikir edirəm ki, ən yaxşısı budur ki, bunu bağlayayım. Görək ki, biraz yüngülləşsin. Sağ olun, sağ qalın. Bir ayrı necə ömür olsa